Aleluya. Bəli. Biz neyden danışırdıq? Biz danışırdıq insanın daxilinin sirlərindən. Biz danışırdıq ki, İsa Məsih dedi ki, Allahın padşahlığı sizin daxilinizdədir. Allahın padşahlığı bizim daxilimizdədir. Biz bu barədə danışdıq. Biz danışdıq ki, ben bugün 3-cü həftədir. Ben 2-3-cü həftə, 3 həftəni, bugün 3-cü həftə olacaq. Sənə mən elə bir məlumatlar ötürmüşəm ki, sənin daxil hissedirim. Bugün onun sonudur. Bu məlumat, başqa məlumatları sənə verməyə keçəcəm. Amma bugünkünü istəyirəm ki, diqqətlə qulaq asasan və sonra 1, 2, 3 dənə təlim YouTube'da var, Facebook'da var, WhatsApp grubumuza da koyuram, orada da var. Orada da sen, yaxşı olar ki, sen bunları təkrar bakasan və öz daxilində olan sirləri öyrənəsən. Ben o sirləri açıb sənə deyirəm. Səltənətin əsas sirri nədir? Səltənətin əsas sirri sizin daxilinizdədir. Ben bu barədə dedim ki, daxildəki səltənət barədə danışdım. Və mən sizə dedim ki, əsillərdən və nəsillərdən gizlədilən sir indi bizə açıqdır. Məsih sizin daxilinizdədir. İzzət ümidir. Aleluya. Mən dedim ki, sir bu daxildəki Allahın səltənətidir. Bəzilərinə deyirlər, hələ də bəzi insanlar deyirlər ki, bizə səltənəti göstər. Göydən əlamətlər ver. Amma biz isə nə deyirik? Biz deyirik ki, əlamət bizik, əlamətlər bizim daxilimizdedir. Biz xaricdə olan, daşlaşmış olan vəziyyəti daxilimizə götürürük. Orada onu plastikləşdiririk, onu yumuşaldırıq. Və onu, necə ki, dülüsçü balçıqdan, kildən qabuz etdiyi kimi o vəziyyəti yenidən düzəldir, yerinə qoyur. Biz deyirik ki, dünyanın padşahlığı Allahımızın və Məsihin səltənəti oldu. Yani ben izah ettim ki, bu deməkdir ki, dünya padşahlığı İsa tərəfindən bizim daxilimizdə olan padşahlığa tabi olarak elan edildi. Yani o bize tabi edildi. Bizim daxilimizdə hökümranlıq edir. Allah'ın padşahlığı bu elan edildi İsa Məsih vasitəsilə. Yadınızda da ayəni okudum ki, korkma ey kiçik sürü. Çünkü atanız padşahlığı size vermeye münasip bildi. Allah seni münasip bilip, Allah sana etibar edipti. Bu barədə biz danıştık. Biz danıştık ki, daxili səltənət, xarici səltənət üzərində hökümranlıq edir. O hökümran elan edildi. Çürüyen beden çürümezliğe ve ölmek uçan olan beden ölmezliğe büründükte ölüm yok edildi. Onun üzerinde galebe çalındı diye yazılmış söz yerine yetti. Onun üzerinde galebe çalındı. Onun üzerinde galebe, ölümün üzerinde galebe çalındı. Ve yazıldığı kimi bizim hayatımız galebe yoluyla başlıyor. Ve bizim hayatımızda her şey galebe yoluyla baş verir. Haleluya. Biz bilirik ki bu. Ben sonra size bunu dedim ki bu Musa'nın devrinden beri bu devam edir. Musa'nın devrinde de Firavun'un kahininin ilanını İsa'nın asasından çevrilen inan oldu. Daxiliniz çölde olan her şey odur. Çünkü o size ne kadar garibe görünse de dünyada olandan inanılmaz kadar büyüktür. Onun için o diyor ki sizde olan dünyada olandan daha büyüktür, daha çoktur. Ve başa düz, gördüğün her şey, bak gözün bu dəqiqə neyi görürse, hatta beni belə görürsen ben senin daxilindeyim. Sen daxilini görürsen. Sen ne bilmeye haricini görürsen, sen daxili, her şey senin daxilindedir, bütün padşahlığı, padşahlık senin daxilindedir. Gördüğün her şey senin içindedir. Her şey sendedir. Ona göre de senin daxilinde olan ölümü odur, hariçte olanı odur.
Ona görə Pavel deyir ki, çürüyən çürümez tərəfindən udulmalıdır. Ona görə də sənə tapşırıq vermişdim. Nə tapşırığı? Ki, birdən görsən ki, çürüyürsən, bil ki, sənin daxilində olan o çürüyəni uda bilər və çürümez ola bilərsən. Çünki sənin daxilində olan xaricdə olandan, ətrafda olandan daha böyükdür. Amin? Sən amin. Bəzən biz özümüz öz gözümüzdən elə kiçik görsəndik ki. Amma indi mənim arxamda denən, təkrar et. Denən, mənim daxilim Allahın padşahlığıdır. Aleluya! Oho! Bəli, bizim daxilimiz Allahın padşahlığıdır. Səmavi səltənət bizim daxilimizdədir. Və o heç vaxt səni tərk etməz. O heç vaxt. Dünyanın səltənəti Allahımızın səltənəti oldu. Hansı ki, hər şeyi udur, hansı ki, bizim daxilimizdədir. Biz bu barədə danışdıq. Biz danışdıq ki, məndən başqa hər şey dəyişəndir. Daş mənəm. Biz ətrafdakı hər şeyi dəyişmək üçün biz o barədə danışdıq ki, biz gücü hardan alırıq? Biz gücü bu dünyadan almırıq, biz gücü bu ətrafdan almırıq. Biz gücü daxilimizdən götürürük, çünki güc daxilimizdədir. Onu gördüm məndə ki, daş, bu yalnız sənsən, sən daşsan, qalan hər şey plastikdir. Əgər sən yumuşaq olsan, plastik olsan, qalan hər şey sənin üçün daş olacaq. Ona görə də yumuşaq olma, daş kimi ol imanında. Sən sağalmışsan, sən şəfalısan, sən ölümdən qurtarmışsan. Deyən, mən şəfalıyam. Mən onu İsa'nın yaraları ilə şəfa aldım. Mən qayayam. Mən qiymətli bir daşam. Təkrar elə ardınca. Mən qiymətli bir daşam. Mən sınanmışam. Təkrar elə bunu, xahiş edirəm, təkrar elə. Mən möhkəməm. Mən təsdiqlənmişəm. Mənə inanan dinəm utanmaz. Mənə inanan utanmaz, mən həqiqəti danışıram. Bu 1-ci Pyotra 1-ci məktub 2-ci fəsil 6-cı ayədə bu barədə deyir. Ona görə də sənə şən xəbərim var ki, sən möhkəm, təsdiqlənmiş, qiymətli, sınanmış bir daşsan. Qalan hər şey plastikdir. Ona görə də əgər sən kim olduğunu başa düşsən, bu belədir. Çünki səndə olan gücün böyüklüyü ölçülməzdir. Səndə olan Allahın böyüklüyünün ölçüsü yoxdur, sərhədsizdir. Vəftirçi Yahyanın günlərindən nə deyir? İndiyə qədər səmavi padşahlıq zorla alınır və zor işlədənlər onu ələ keçirir. Oyan, mən səni oyatmaq istəyirəm. Bizə çox deyiblər bu Matta 11-ci fəsil 12-ci ayəni ki, vəftirçi Yahyanın günlərindən indiyə qədər səmavi padşahlıq zorla alınır və zor işlədənlər onu ələ keçirir. Bu nə deməkdir? Bu nə deməkdir ki, vəftirçi Yahyanın günlərindən indiyə qədər səmavi padşahlıq zorla alınır və zor işlədənlər onu ələ keçirir. Oyanmağını istəyirəm ki, biləsən ki, bu daxildən güc almaq və hökümranlıq etmək çağrışıdır sənə. Daxili aləmin mənbələri var. Və sənə bu gün lazımdır. Həyatda ən vacib şey sənə lazım olan şeylərdən başlıcası odur ki, sən daxilində olan sirlərin mənbəyini və imkanlarını öyrənəsən və görəsən. Sənə çox vacibdir ki, sən görəsən. Müqəddəs Ruh Pavelin dediyi kimi, bunun üçün bir göz kimidir sənin daxilində.
1. Korinth 2. fəsil 12. ayə. Orada deyir ki, biz bu dünyanın ruhunu deyil, Allahın ruhunu qəbul etdik ki, Allahın verdiyi şeyləri bilək. Müqəddəs ruh, mən danışdım ki, bir göz kimidir. Sənə göstərir ki, sənin səlahiyyətində nələr var. Sən köhnə düşüncələrlə bunları görə bilməzsən. Onun üçün o deyir ki, biz bu dünyanın ruhunu deyil, Allahın ruhunu qəbul etdik. Ki, Allahın verdiyi şeyləri bilək. Müqəddəs ruh sənə göz kimi verilib. Düşüncəni dəyiş. Və ondan əvvəl Əlahi Pavel deyir ki, axı insanın düşüncələrini, insan daxilində olan ruhdan savayı kim bilər? Eləcə də Allahın düşüncələrini onun ruhundan savayı heç kim bilə bilməz. Yadında saxla, Allahın ruhundan başqa heç kim Allahı tanımır. Sən ona görə Allahı tanıyırsan ki, sən Allahın ruhusan. Buna görə də Allahın sənin içində, sənin daxilində olduğunu bilmək üçün Allahın ruhundan istifadə etməlisən. Yəni, verilənləri bilmək, sənə nə veribsə onları bilmək, daxilində nə olduğunu bilmək deməkdir. Rəbbə şükür olub artıq, izzət olub artıq bizim tərəfimizdən. O minnətdardır sənə ki, sən ona şükür edirsən. Sənə padşahlıq sənə münasib görüldü. O padşahlığı sənə verdi, biz bu barədə danışdıq. İndi bu günləri sənin daxilinin sirri mövzusunun sonuna gəlib çatırıq. Və mən istəyirəm ki, bir anlıq olduğun yerdə gözünü yumasan. Gözünü yum və öz daxilinə bax. Bax, döş qəfəsinin içinə bax, ora bax. Daxilinə bax. Bax, səltənətə bax. Səltənət sənin daxilindədir. Səltənət sənə yaxınlaşmayır. O artıq sənin daxilindədir. Səltənət sənin daxilindədir. Bax, oradakı yanan işığa bax. Sənin daxilində yanan işığa bax. Yum gözünü. Gözünü yum, inci gözünü yum. Daxilinə bax. İçinə bax. Öz həyatına bax, öz həyatınla görüş. Sənin həyatın oradadır. Ümumiyyətlə bütün həyat oradadır. Gördüyün hər şey oradadır. İndi bir dənə dərindən burnunla nəfəs al, yavaş-yavaş. Nəfəsini saxla, bir 4-5 saniyə. İndi yavaş-yavaş. Ağzınla nəfəsini bırak. Gəl bir də bunu təkrar edək. Dərindən burnunla nəfəs al. Dərindən, lap dərd boyda olsun. Qarnın, sinən. Saxla nəfəsini bir 4-5 saniyə. Yavaş-yavaş nəfəsini bırak. Dərindən yenə nəfəs al. Nəfəsini saxla. Görəcəksən bədənin necə rahatlaşır, sakitləşir. Və yavaş-yavaş nəfəsini bırak. Yavaş. Beləliklə bədənin yavaş-yavaş rahatlaşır, sakitləşir. Dərindən bir nəfəs al. Nəfəsini saxla. Saxla, qorxma, ölməzsən. Sən ölməzsən artıq. Sən nəfəslə yaşamırsan, sən Allahla yaşayırsan. Sən sənin daxilində olan səmavi padşahda yaşayırsan. Padşahlıqda yaşayırsan. İndi ver nəfəsini yavaş-yavaş. Beşinci dəfədə dərindən nəfəs al.
Nəfəsini saxla. Ürəyinə bax, ürəyində işıq yanır. O daxilinə bax indi bax. İndi yavaş-yavaş o ürəyində işığı nəfəs verə-verə otağına bırax. Yavaş-yavaş bırax nəfəsini. Al. İndi 6-cı dəfə bunu edəcəyik. Nəfəs alanda daxilindəki olan o işığa bax, ürəyində olan o işığa bax. Nəfəs alanda nəfəsi o işıqdan al. Nəfəs al, burnunla, dərindən, amma burnunla o işıqdan nəfəs al. O işıq, gördəsən ki, bütün bədənin işıqla dolur. Dərindən al, doldu. Gözlə, o işıq sənin bütün hər tərəfini doldursun. İndi yavaş-yavaş aldığın, nəfəslə aldığın o işığı öz otağına bırax. Nəfəsini ver yavaş-yavaş. Halleluya, səltənəti bırax öz otağına. Və biz bunu indi 7-ci dəfə, sonuncu dəfə edəcəyik. Yenə deyirəm, diqqətli ol, daxilindəki işığa bax, daxilindəki səltənətə bax. Dərindən o işıqdan nəfəsi al. Nəfəsini saxla. Saxla. İşığı bax, o gördüyün o indi işığı, nəfəsini verəndə bütün ətrafına, evinə, küçənə, bütün şəhərinə, yaşadığın ölkəyə indi yayın et, translasiya et. Bırak nəfəsini yavaş-yavaş. Aleluya. Zamanlaşdın da. İnsan gözəlləşir. Aleluya. Bəli, mən bugün sizə sizin daxilinizin seyri barəsində danışacağım. Və mən istəyirəm ki, siz qərar verəsiniz. Qərar vermək nə deməkdir? Qərar vermək, bu daş olduğunu anlamaq ki, sən qərar verirsən ki, mən daşam. Müqəddəs ruh hərəkət edir ki, sən qərar verirsən. Və müqəddəs ruh hərəkət edir ki, gözlərin sənə aid olanı görsün. Müqəddəs ruh sənə kömək edir ki, sənin gözlərin sənə aid olan daxilindəki sirləri görsün. Müqəddəs ruh sənə kömək edir ki, sənə gözlərin görsün ki, xarici plastikdir, daxili isə dəyişməzdir, daşdır, qayadır. Eşidirsən məni? Aleluya, aleluya. Sənin daxilin qayadır, daşdır, dəyişməzdir. Bugün bu dünyada hər şey əksinə görünür. Heç bir şey dəyişdirilə bilməz, tərpənə bilməz, güya betonlanıb, hər şey dəyişibdir. Və insanların daxillərinin plastikliyi o qədər güclüdür ki dünyada. Biz isə belə deyilik. Onlar dəyişirlər. Lakin onlar nə üçün dəyişirlər daxildə? Qorxudan dəyişirlər. Müdürlərdən qaçırlar. Bastırlardan qorxurlar. Nəsə onlara təsir edir. Sən isə qərar ver ki, mən qayayam. Deyirsən, qərar verdim, amma gələ bilmədim, yığıncağa. Qərar verdim, bazar günü yığıncağına qoşula bilmədim, ki, sənin kəlama qulaq asın. Görüşdüyün videoya qulaq asın. O demək ki, sən qərar versən, heç də verməmsən. Sən heç bir qərar verməmsən, sən daş deyilsən. O deməkdir ki, hər şey daşdır, sən isə plastiksən. Sən qərar verə bilməmsən. Şimdi mən bazar günü saat 11-də oturacam, əgər həqiqətən də Allah kəlamıdırsa, mən Allah kəlamına qulaq asım. Verdim qərar, nə bilim, alınmadı, sən heç bir qərar verməmsən. Qərar vermək nə deməkdir? Qərar vermək, hər şeyin plastik, sənin isə
daş olduğunu anlamaqdır ki, hər şey plastikdir, mən isə daşam. Hər şey dəyişəcək, mən dəyişməyəcəm, mən qərar vermişəm. Başa düşürsən qərar vermək nə deməkdir? Bir əlinlə, ayağının üzrəsə bir elə görüb. Qərar vermək o deməkdir ki, hər şey plastikdir, sən isə daşsan. Sən, bəzi adamlar var, zəng edirlər mənə, deyirlər ki, dua edək. Deyirəm edək. Deyir, məndən rüşvət istəyirlər küllü miqdarda. Dua edirək, mən ona sözlər deyirəm. Bir həftədən sonra deyir ki, rüşvəti verdim, deyirəm, dadmanı yedirdin ki, nə ehtiyac var için? Nə ehtiyac var ki, sən onu verəsən? Belə adamlar qərar verməyən adamlardılar. Belə adamlar daş olmayan adamlardılar. Onun üçün sənə deyirəm ki, qərar vermək, bu hər şeyin plastik, sənin isə daş olduğunu anlamaq demək. Sən bunu anlayırsan. Sən anlayırsan ki, hər şey plastikdir, sən isə daşsan. Müqəddəs kitabda deyilir, gözün işıqlıdırsa, bütün bədənin də işıqdır. Ona görə də sən düzgün görəndə ətrafında hər şey düzgün olur. Sən nəyə ki düzgün baxırsan, o şey düzgün olacaq. Həm göydə, həm yerdə. Amma sən görmürsən. Niyə görmürsən? Yaqub belə bir sadə bir şəkili təsəvvür edir. Yaqub deyir ki, çünki harada qısqanclıq və xudbin etiraz varsa, orada qarışıqlıq və hər tür pis əməl vardır. Əgər o yerdəki paxıllıq və küskünlük var, nizamsızlıq var, orada hər şey pisdir. Ona görə də daxili mübarizəni, sənin daxili həsədini, küskünlüyünü, görünüşdəki gördüyün ixtilafla, mübarizə ilə birbaşa əlaqələndirirsən, sən daxilini xaricdə olan ilə əlaqələndirirsən və sənin daxilin xaricdə olan kimi olmağa başlayır. Deyirsən, hər şey pisdir, heç nə işləmir. Bu, belə olanda insanın daxili hissəsi, daxili səltənət başlayıb təsirlənməyə. Daxili boşluq, daxili plastikli bu, sən qeyri-sabit olmaq deməkdir, qeyri-sabit adamsan. Şübhə etmək, fikir ayrılığının olmasıdır. Sənin də fikir ayrılığı var, gəh belə fikirləşirsən, gəh belə olacaq, olmayacaq. Nə bilim, sevəcək, sevməyəcək, duam alınacaq, alınmayacaq. Çünki artıq daş olma tərk edib səni, idarə etmə səni tərk edib. Amma sənin mövqeyin belə olmalıdır. Sən belə düşünməlisən, belə fikirləşməlisən. Sən belə daş olmalısan, yəni belə qərara gəlməlisən ki, ətrafında nə olur olsun, mənimlə ancaq idarə etdiyim işlər olmalıdır. Ətrafında, iş yerimdə, evimdə nə baş verir, küçədə, şəhərimdə nə baş verir versin, mənim idarə etdiyim işlər olmalıdır. Ona görə də əgər həyatınızda, yəni bütün dünyanı demirəm, belə həyatınızda, ətrafınızda baş verənləri versinizsə, bu, onu, əgər xoşunuza gəlmirsə, bu o deməkdir ki, siz onu idarə etmirsiniz. Siz onu idarə etsəz, xoşunuza gələcək. Çünki idarə etsəz, özünüz istədiyin kimi düzəltəcəksiniz. Ha? Gülür deyir Allah. Boşuna gəlmişsiniz desən, vah, yoxsa? Aleluya. Onun üçün aydınlatmaq istəyirəm ki, əgər sənin həyatında, ətrafında baş verən bir hadisə sənin xoşuna gəlmirsə, bu o deməkdir ki, sən onu idarə etmirsən, onu idarə etmədiyinə işarədir. Başda onu idarə et ki, o başlasın sənin xoşuna gəlməyə, sənə ləzzət verməyə, sən istədiyin kimi olmağa. Sən belə istəmirdin,
Bu o deməkdir ki, bir növ külək səni doldurub şişirdib, sənin daxilin, sənin həssaslaşıb, plastik oluşdur. Həvari Yahya taxta oturduğunu gördüyü mənzərəni belə təsvir edir. Və kitabında belə yazılır ki, budur, hər şeyi yenidən yaradıram. Göz yaşları, kədər, xəstəlik, ölüm olmayacaq. Mən yeni bir reallıq yaradıram. Xoşuna gəlmirdi Həvari Yahyanın göz yaşları xoşuna gəlmirdi. Kədər xoşuna gəlmirdi. Xəstəlik xoşuna gəlmirdi. Ölüm xoşuna gəlmirdi. O başlamışdı yenisini yaratmağa. Onun üçün o deyir ki, budur, hər şeyi yenidən yaradıram. Amma kobud da olsa deyim ki, axmaqlar Rəbbim bunu kənardan yaratmasını gözləyirlər ki, Allah göydən gələcək və bunu yaratacaqdır. Deyil. Ancaq Rəbb Yahyanın qarşısında öz düşüncə tərzini kəşf edir. Rəbb Allah görür ki, Yahyanın önündə Allahın özünün düşüncə tərzi var. Allah özünü Yahyada tapır. Başa düşürsən nə deyirəm sənə? Onun üçün o deyir ki, bax, taxta oturan deyir ki, bax, hər şeyi yenidən yaradıram. Yaradan Allah, Rəbb Allah. O, Yahyada öz düşüncəsini kəşf edir. O deyir, mənim reallığımdadır Yahya. O deyir ki, Yahya deyir ki, mən göz yaşlarını silirəm. O deyir ki, mən hər şeyi yenidən qururam. O deyir ki, mən yeni şəhər qururam. Mən bax ki, ölümü yığışdırıram, bu söhbəti aradan qaldırıram. Çünki Yahya deyir ki, bu mənim daxilimdə olan mənim dünyamdır. Mən belə yaradıram, mən hər şeyi yenidən yaradıram. Onu görə də bu sətirləri oxuyun. Dediyim bu sətirləri, qulaq asın bunlara. Onları yazın. Mən dediyim bu sözləri özünüzə yerləşdirin. Və deyin, mən göz yaşlarını silirəm. Deyirəm, mən təmizlikləri, xəstəlikləri təmizləyirəm. Dinən indi. Sonra başını da qarışacaq deməyəcəm bunları. Dinən, mən göz yaşlarını silirəm. Mən xəstəlikləri təmizləyirəm. Dinən, mən istədiyim şəhəri birbaşa qızıldan qururam, qızıldan. Dinən, mən hər şeyi yenidən yaradıram. Sən sual verə bilərlər ki, sən hamının göz yaşlarını necə silə bilərsən? Onlar çoxdaqlı, o qədər adam var, bu qədər göz yaşı var. Allah deyir ki, göz yaşı yoxdur, artıq olmayacaq, yoxdur. Yoxdur göz yaşı. Necə yoxdur? Nələr verdiyini görmürsən, nələr baş verir? Yox, görmürəm. Əgər mən deyirəmsə var, onda mən plastikəm, vəziyyət daşdır. Başa düşürsən? Və sən başa düş ki, ilahi düşüncə, bu yalnız mənim reallığımdır. Mən hansı reallıqdayamsa odur. Mənim yaradılışımda məhz buna baxılmalıdır. Göz yaşları quruyur, xəstəliklər yox olur, mən hər şeyi yenidən yaradıram, çürüməzlik, şəfa, xoşbəxtlik. İsa nə dedi? İsa dedi, atamın evində çoxlu məskən var. Əgər olmasaydı sizə deyərdim ki, sizin üçün yer hazırlamağa gedirəm. Yəni, çox məskən var. Çox bu barədə biz eşitmişik. Amma İsa burada nə demək istəyir? O demək istəyir ki, çox məskən var, amma lazım olsa yenə də yaradacağım. Atamın evində deyil, çoxlu məskən var. Olmasaydı sizə deyərdim ki, sizin üçün yer hazırlamağa gedirəm. Var məskən, mən lazım olsa gən hazırlayacağım. Məskən, bu reallıqdır.
Bu reallıqdır. Onlar çoxlu, cürbəcürdür. Sənin xoşuna necə gəlirsə, elə də var. Sən onu yarat həyatında. Nə qədər çox olmağına baxmayaraq məskən, sən öz yeni reallığını yaratmalısan. Burada əsas reallıq nədir? Burada əsas odur ki, sən mövcud olmayanı mövcud olan kimi adlandırasan. Axı kəlam belə bizi başa salır. Olmayanı olan kimi. Yəni sən başqaları üçün görünməyən gerçəklikləri sən mövcud olan bir gerçəklik kimi şərəfləndirirsən. Bilirsən, sən hər şeyə şərəf verirsən. Sən hər şeyə dad verirsən. Sən hər şeyə gözəllik qatırsan. Bəli, sən. Çünki kənarda olan insan daxilindəki reallığı görmür. O, onun üçün mövcud olan reallıq deyil. Mən isə kənardan baxanlara müşahidəçilərindən asılı olmayaraq gördüyüm reallığı mövcud adlandırıram ki, o artıq var məndə. Bax, ilahiliyin mənası budur. Amma nə deyir? Bəli, bu yoxdur. Allah nə deyir? Allah deyir, var. Harada var? Mənim daxilimdə. Çünki çöldəki olan plastiklik, çöldəki olan yumuşaqlıq, o ki, sənin daxilinə düşür. Ətrafdan sənin problemin yaranıbdır və daş kimidir, tərpənmir yerindən. Sən onu daxilinə götürürsən, sən onu səltənətə götürürsən, səmavi səltənətə. Sən onu səmavi səltənətə götürən kimi o plastikləşir, o yumuşalır. Və sabit şəkildə sənin daxilin o daşlaşmışı udub, onu yumuşaldır. Sən duada, biz artıq Yeşayanın dediyi kimi, biz artıq demirik, Rəbb mənim dayağımdır. Amin, biz demirik. Biz deyirik ki, Rəbb məndədir, dayaq nədir? Nə dayaq? O məndədir, mən o dayaq. Artıq dayaq tutardı, o keçmiş əhdiydi. Rəbb mənim çobanımdır, Rəbb mənim dayağımdır. O bizə ait deyil, biz ondayıq, o bizdədir. Dua öyrədirlər kimsələrdə. Rəbb mənim çobanımdır, amma sən çobanımdır, mən deyil, o mənim özümdədir, o məndədir, mən onda. Oğul gəldi, İsa adlı oğul gəldi, o dedi. O gəldi, dedi ki, mən atamdayam, atam məndədir. Ona görə də çöldəki plastikliyi sənin daxilində düşəndə, sən çöldəki daşlaşmış vəziyyəti götürürsən öz içinə, biz artıq demirik ki, Rəbb dulusçudur, mən sənin əlində palçıq. Biz deyirik ki, dulusçu artıq mənəm. Bizim Məsih artıq özü dulusçudur. Bizi vəziyyəti dəyişən, vəziyyət bizim əlimizdə gildir. Əvvəlki dualarda nə deyirdi? Köhnə əhdə. Rəbb dulusçudur, mən isə onun əlində palçınam. Yadınızdadır, keçən həftə bu arada açıqlama vermişdir. Amma biz isə bugün nə deyirik? Dulusçu mənəm. Vəziyyəti mən dəyişirəm, vəziyyəti mən düzəldirəm. Buna görə də Allah Rəbdir. O hesab edir ki, onun daxilində olan hər şey üzərində ağalıq edən bu reallıqda mövcuddur. O bunu başa düşür. Əgər sən ümumi bəşər deyil, bütün insanlar kimi deyil, ilahi bir mövqeyə sahib olmaq istəyirsənsə, əgər qulaq as, sual verirəm sənə, cavab istəmirəm. Sənə deyirəm ki, hamı kimi yox, ümumi bəşər yəni yox, ilahi bir mövqeyə sahib olmaq istəyirsənsə, o bax belədir, səsləndirirəm. Mənim daxilimdə olan hər şey bu reallıqdır. Qalan hər şey plastikdir, dəyişkəndir. Dəyişməyən bircə mənəm. Səmavi səltənət necə dəyişə bilər? Azərbaycan Respublikasının konstitusiyası necə dəyişə bilər? Bir yolu var. Məsəl üçün, Abdəfdə nəsə bir
qanun dəyişikliyi. O gelir prezident aparatına, prezident aparatında hər şey dəyişilir, yerinə qoyulur, olur, sonra həmən qanun qaydırar da şəbə başlayır ağdaşda hərəkət eləməyə. Ona görə də hər şey sənin daxilində yaradıldığı üçün, yəni hər şey səmavi padşahlıqda yaradıldığı üçün, səmavi padşahlıq da sənin daxilində olduğu üçün, sən elə bir vəziyyəti prezident aparatına götürürsən, anlayırsan məni? Və sən orada, o harada yaranmışdırsa, sən ora götürürsən, o dulusçu palçığı düzəldən kimi, sən dulusçusan, vəziyyət isə sənin əlində palçıqdır. Sən onu daxilində düzəldirsən. Və səmavi padşahlıq sənə bugün qışqırır. Səmavi padşahlıq sənə bugün xəbər edir ki, mən hər şeyi düzəldə bilərəm. Səmavi padşahlıq sənə deyir ki, mən dulusçuyam, qalan hər şey cindir, qalan hər şey palçıqdır. Qulaq as, orası burası ağrıyanlara deyirəm. Şəfa ilə də belədir. Dulusçu sənsən artıq. Şəfa bu bədənin düzəlməsi deyil. Yadınızdadır, qaşıq barəsində danışmışdım. Ki, maddi çəkin olsun da qaşığı əyir. Ona görə də hər birinizə deyirəm, kimlərisə sağaltmağa, heç kimi sağaltmağa çalışmayın. Biz kimlərisə sağaltmağa çalışmamalıyıq. Biz onları xəstəliyin olmadığı bir gerçəkliyə qərar verməyə kömək eləməliyik. Axı, mən sənin böyrəyin üçün dua edəcəm, sağalacaq, döngəni dönən kimi təzdən ciyarın başlayacaq ağrımağa. Gəldəsən ciyarın üçün dua edəcəm, biraz getirsən, gəldəsən başım ağrıyır. Biz insanlara başa salmalıyıq ki, xəstəlik yoxdur, o düşüncədir, Yaradanın reallığı var, Rəbb Allahın reallığı var. Mən bugün sizə sənin daxilinin sirrindən danışıram. Mən inan bu 2 həftə bu barədə danışmışam. Xahiş edirəm ona qulaq asın. Mən özüm danışdıqca deyirəm, vaaah! Səmavi səltənət sənin daxilindədir. Sənin daxilinin sirri. Məhz İsa buna görə bizi ora yönəldirdi. Deyirdi ki, səmavi səltənət sizin daxilinizdədir, uşaqlar. Və səmavi səltənətdə hər şey sizin üçündür. Eden bağı, cənnət, bu sizin daxilinizdir. Ola bilər ki, deyəsən, bəs yaxşı, bu Eden bağı, bu cənnət, nə bilir, bu məndən alınacaqmı? Hər gücün, hər cəsarətin bir səbəbi var. Və Həvari Pavel dediyi kimi, cəsarətdə oğlunun böyüklüyü var. Filiplər 1-ci fəsil 20-ci ayəni, orada var yazır bu barədə. Böyük həvəslə gözləyir və ümidvaram ki, heç bir vəziyyətdə utandırılmayacağam. Yaşasam da, ölsəm də, həmişəki kimi indi də bədənimdə Məsihin ucalması üçün tam cəsarət göstərə biləcəyəm. Hər cəsarətlə, yəni bu deyir ki, hər cəsarətlə Allahın oğlu fiziki olaraq ucalacaq. Bu bir mənalıdır. Burada hər şey bizim üçündür. Edində hər şey insanın rüfanı üçün edilmişdir. Bütün yeryüzü izzətlə doludur. Bütün yeryüzü izzətlə doludur. Sən başa düşməlisən. Bütün yeryüzü izzətlə doludur. Təkrar 2 dəfə, 3 dəfə. Bütün yeryüzü izzətlə doludur deyəndə başa düşmək lazımdır ki, sən belə şərtlərlə, bu şərtlər var bu padşahlığınsa, bunlar sənə yerləşdirilmişdir. Sən belə şərtlərə yerləşdirilmişsən, o şərtlər sənə yerləşdirilib. İzzətin şərtləri. Çünki izzət sənin rifahın üçün, bir potensial hərəkətlərin üçün, hərəkətlərinin uğuru üçün, elə bil
enerji potensialı ilə doludur. Allahın izzəti sənin qələbə çalmağın üçün enerji potensialı ilə doludur. Və bu bizi cəsarətli edən budur. O deyir, imanda cəsarətli ol. Bizi cəsarətli edən, bəli biz bilirik ki biz cəsarət, amma Allahın izzətinin səndə olması sənə o cəsarəti verir ki sən imanda cəsarətli olasan. Bu realdır və bu bizi çox cəsarətli edir. Ola bilər, bəzisi deyər ki, buna qulaq atır, bu nə danışır? Sən ciddi danışırsan, deyirsən, həqiqətən belədir. Amma mən bunu görmürəm axı. Bəs görmürsən deyənə İsa deyir da ki, səltənət sənin daxilindədir. Bəs müqəddəs ruhu sənə göz kimi vermişəm ki, onu görə biləsən. Və padşahlığın genişlənməsi, səmavi padşahlığın genişlənməsi və Adəmin hökmranlığı bütün dünyanı belə bir edənə çevirmək idi. Və yer bu rifah üçün, bu üzərində yaşadığımız bu yer, bu cənnət üçün, bu rifah üçün dolu idi. Amma hər şey edəndən, yəni daxildən başlayır, sənin daxilindən. Hər şeyi cənnət etmək, cəhənnəm etmək sənin daxilindən başlayır. Yaxşı xəbər nədir? Xoş xəbər nədir? Xoş xəbər budur ki, hər şey sənin üçün işləsin. Rifahın bütün mərkəzi daxilinizdə yerləşir. Cənnətin bütün mərkəzi, o zəlzələdə deyirək episentr. Epicentri sənin daxilində yerləşir. Hər şeyi titrədən sənin daxilindədir. Və sənin daxilində olan hər şey, sənin daxilində olan xaricdə olanı doldurur. Vəziyyəti dəyişir. Edən bu insanın daxili hissəsidir. Bu sənin daxilindir. Buna görə də bugün mənim əsas vəzifəm bir elçən kimi, bir Allahın oğlu kimi sizi həyatı olanla maraqlandırmaqdır. Həyatı olan nədir? Ona görə deyirəm ki, xahiş edirəm, daxilinizdəki saysız, hesabsız sərvətə, var dövlətə diqqət yetirəsiniz. Və daxilimizin sirri budur ki, bizim daxilimizin sirri budur ki, səltənət bizim daxilimizdədir. Sənin daxilində olandan başqa heç bir yerdə yoxdur. Və bu səltənət hər şeyin hakimidir. Qulaq as. Sənin daxilində olan səltənət hər şeyin hakimidir. Sənin daxilində olan səltənətin ölçüsü, bütün ölçüləri odur. Musanın ölçüsü, Musanın ilanı, daxildən çıxan, səltənətdən çıxan, Allahın səltənətindən çıxan, xaricdən çıxanı olduğu kimi. Səmavi padşahlığın İzmireniya deyirlər, yəni ölçüsü. Bütün ölçüləri özünə udur, özündə sıxışdırır. Yadınızdadır da Musanın çubuğu yadınızdadır. İlanları uddu. Musanın indi çubuğu ilanları udduğu kimi, ölüm də qələbəyə büründüyü kimi, qulaq as, daxiliniz də dünyadakı hər şeydən böyükdür və onu udur. Amin. Başa düşürsən. Bu nəsillərdən gizlədilmiş sir bir gün açılır bizə. Təkrar edirəm. Oxumusunuzsa, Musanın çubuğu ilanları unutdu. Ölüm qələbəyə büründü. Və sizin daxilinizdə dünyadakı hər şeydən böyükdür və onların hamısını uda bilir. Və udmaq da lazımdır. Deyəcəm, nə üçün? Çünki sən ad olanda udmaq üçün bir şey axtararaq nərildəyən aslan kimi gəzirsən, ha? Yazılıb da. İnsan ad olanda başlayır, ha?
Sen az olanda istəyirsən ki, bir aslan kimi nəsə yiyəsən. Udduğunuz zaman içinizdeki her şeyin plastikleştiğini gördünüz mü? Gördünüz mü? Udduğunuz her şey sizin içinde yumuşalır, başka şekilde çıkıyor. Ona göre de udulmuş her şeyi plastiklik edir. Ona göre de etrafta daşlaşmış vəziyyəti daxiline getir, ud onu, özüne götür, orada değiş onun vəziyyətini. Yeganə udulabilməz şey nədir? Ben istəyirəm ki, mənim bu sözümdən sonra sən bu sözü dərk edib amin deyəsən. Yeganə udulabilməz bu sənsən, çünkü sən daşsan. Qalan hər şey udulandır. Onun için deyir ki, mən daşam, mən sınanmışam, mən sınaqdan keçmişəm. Bunu etmeye çalışan herkes bunu etmeye başlayan her bir kəs, başa düşen her bir kəs ki o daşdır ve o udulabilməz, her bir vəziyyəti dəyişmeye qadirdir. İndi xüsusi olarak bunu demək istəyirəm ki, siz görəsiniz ki, daxilimiz xəmili, kili, istədiyiniz kimi udmaq və düzəltmək üçün böyük bir xüsusiyyətə malikdir. Bizim daxilimizdə o güc var. Hətta fiziki deyirəm, hələ ruhaniliyi qoyaq qırağa. Bizim daxilimiz nəyə, ora nə düşürsə, o formasını dəyişməyə başlayır. Və bu ruhani aləmdə belədir. Eşidirsən yeni bəhi alırsan. Her şey senin daxilində dəyişməyə məhkumdur. Bugün ata xarici gerçəkliyi öz daxilimizdə plastik olarak necə tapacağımızı göstərməyə rəhbərlik edir. Ata Allah bizə rəhbərlik edir ki, biz xaricdə olanı daxilimizə götürüb onu orada necə düzəltməyi bizə öyrətsin. O necə bizə rəhbərlik edir? O bize idare olunan xəyallar verir. Beynimiz qaynayır. Biz fikirləşirik ki, bunu həyatda necə tətbiq etmək olar? Dadına baxın. Ona görə də bugün sən denən dünyanın en yaxşı beynine sahibəm. Denen her şeyi başa düşeceğim. Her şeyi araştıracağım. Ağılla başa düşebilmeyeceksense problem yoktur. Ruhla kabul et. Çünkü ağılla bakıp yediğin yemek de plastikleşir senin daxilində. Ruhla kabul edip içeriye götürüp orada dua edip yani formasını değiştiğin her şey değişmeye başlıyor. Çünkü siz dillerde dua edirsiniz da, dillerde dua ettiğiniz zaman bunun sizi inkişaf ettirdiğine inanırsınız. Müqəddəs kəlamda deyir ki, dillerde danışacaksınız ve siz bilirsiniz ki, siz bunu ettikçe özünüzü inkişaf elətdirirsiniz. Diqqətli ol, indi məni dinlə. Sen informasiya, məlumat sözlərlə yanaşı, sen yayım da edirsən. Olabilir indi məni başa düşməsən, amma sonra 100% məni başa düşəcəksən, inanın. Əsas odur ki, onun yanında olun və onu tutun, bırakmayın. Səltənəti bırakmayın. Kimsə bıraktı, getdi, gəzdi, dolandı, dinlədi. Sen karıydın ben onu. Ve başa düştü. Burada dinlemek lazımdı. Daxildə her şeye burada kulak açmak lazımdı. Her şeyi burada değişmek lazımdı. Her şeyi daxildə değişmek lazımdı. Her şeyi orada yenilemek lazımdı. Amin. Her şey senin daxilindedir. Səltənət senin daxilindedir. İndi olduğun yerde yum gözünü. Yine öz daxiline bak. Öz daxiline bak ve semavi padşahlığı gör.
öz imkanlarını görməyə başla. Sənə müqəddəs ruh verilib. O sənə göz kimi verilib. O sənə göz kimi verilib ki, özünü görə biləsən. Özünü kəşf edə biləsən. O sənə verilib ki, daxilindəki o səltənətin sirlərini, o səltənətin sənin üçün xeyirlərini, yollarını, sirlərini biləsən. Və indi özünə denən, səltənət məndədir. Sir məndədir. Dünyanın ən güclü beyninə malikəm. Bunları araşdıracağam. Bunları öyrənəcəyəm. Özümə vaxt ayıracağam. Halleluya. Özümə vaxt ayıracağam. Özümlə məşğul olacağam. Artıq başlamışam. Səltənətin sirləri mənə açıqdır. Hər şey plastikdir. Yeganə daş mənəm. Yeganə daş mənəm. Halleluya. 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 Rəbbin xeyrdası məndədir denə. Mən dəyişməzəm, mən sınanmışam, mən yoxlanmışam, mən sınaqdan keçmişəm. Mən qayayam, mən daşam. Halleluya. 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 Səmavi padşahlıq mənim daxilimdədir. Bütün sirlər məndədir. Xəzinəm mənəm. Mən Allahdayam. Allah məndədir. Halleluya. Halleluya.